Salam dostlar, hər vaxtınız xeyir olsun. Mən Razım müəllim bugün coğrafiyadan bu sualını sizlərə izah edəcəm və ümid edirəm ki, sertifikasiya və MİQ-ə hazırlaşan coğrafiya müəllimlərinə bir köməyim dəyər. A məntəqəsi 40 dərəcə şimal enliyi və 10 dərəcə şərq uzunluğunda yerləşir. Bu məntəqədən ekvator boyunca qərbə doğru miqyaslı xəritədə uzunluğu bu qədər olan hərəkət edib B məntəqəsinə çatdılar. A məntəqəsində yerli vaxtla saat 14:20 və təqvim 18 gün olduqda B məntəqəsində yerli vaxtı və tarixi müəyyən edin. Deməli, dəyərli dostlar, burada biz miqyası görürük və bu miqyası məsafəni tapmaq üçün 25 vurulsun 2 bu qədər məsafə edir və biz bu məsafəni də santimetrə, e, kilometrə çevirsək, bölünsün. Deməli, tapdıq 5550 kilometr. Qeyd edək bura 5550 kilometr. İndi gəlin görək ki, bu məsafə neçə dərəcə uzunluğa uyğundur. Ekvatorda 1 dərəcə uzunluq təxminən 111 kilometr olduğuna görə, indi biz bunu 111-ə bölməliyik və burada tapırıq 50 dərəcə. Deməli, A məntəqəsindən 50 dərəcə qərbə gedib. A məntəqəsi 10 dərəcə şərq uzunluğunda idi axı. 10 dərəcə şərq uzunluğundaydı, amma 50 dərəcə qərbə gedib. Onda biz buradan tapırıq ki, 10 dərəcə çıxılsın 50 dərəcə bərabərdir 40 dərəcə. Düzdür? Deməli, 40 dərəcə qərb uzunluğunda yerləşir B məntəqəsi. İndi gəlin vaxtı hesablayaq. 10 dərəcə plus 40 dərəcə 50 dərəcə. Hər 15 dərəcəyə bərabərdir 1 saat olduğuna görə, hər 15 dərəcəyə 1 saat olduğuna görə 50 dərəcəyə də olacaq 3 saat 20 dəqiqə. 3 saat 20 dəqiqə. Düzdür? B nöqtəsi qərbdə olduğuna görə vaxt geri qalır. İndi biz 14:20-dən çıxacaq 3:20-ni və alacaq 11:00. 11:00 alacaq. 50 dərəcə tarix xəttinə 180 dərəcəyə görə tarix dəyişmir. Deməli, burada nəticə olur nə? 11:00 və 18 iyun. Doğru cavab oldu 11:00, 18 iyun. Hər birinizə qarşıdan gələn imtahanlarda uğurlar arzu edirəm. Təşəkkür edirəm. Sağ olun, var olun.